Hər birinizi salamlayıram və ümid edirəm ki, enerjiləriniz qaydasındadır. Bugünkü videomuzun mövzusu olacaq niyyət açılımınız. Kimin hədəfi var, bir məqsədi var, bir niyyəti var, reallaşdırmaq istədiyi hər hansı bir planı var zehnində və bilmək istəyir ki, alınacaq yoxsa yox, həmin insanlara aiddir bu video. Və qeyd eləmək istəyirəm ki, artıq mən sizin üçün YouTube'da videolar, burada eyni zamanda psixoloji videolar da paylaşacağım, dəstək motivasiya videoları paylaşacağım və tarotla bağlı olan videoları necə sevərək izləyirsinizsə, həmin videoları da sevərək izləyin. Çünki sizə ödənişsiz olaraq psixoloji, motivasiya edici videolar olacaq, çox şeylər öyrənəcəksiniz. Eyni zamanda mən sizə negativdə necə qorunmaq lazımdır öyrədəcəm, necə pul qazanmaq daha yaxşı olar onu öyrədəcəm və necə daha xoşbəxt yaşamaq lazımdır. Bunların hamısı haqqında videoları paylaşacağım ardıcıl olaraq. Amma sizdən istəyim odur ki, bu videolara baxasınız ki, mən görüm ki, baxırsınız və motivasiya olsun mənə və mən bu videoları çəkim. Bugünkü videomuzun mövzusunu dediyimə görə indi hər hansı bir məqsədinizi səsli şəkildə deyirsiniz. Məsələn, mənim belə bir məqsədim var. Bu məqsəddə məni nələr gözləyir? Bu məqsədə çatacağamı? Bu niyyətimə çatacağamı? Bunu sual verirsiniz və kart seçirsiniz. Dəstə seçirsiniz daha doğrusu. Birdən çox məqsədiniz ya da hədəfiniz varsa, hər birini təkrar edin səsli şəkildə və sonra dəstənizi seçə bilərsiniz. Məsələn, birinci niyyətə bunu seçirəm, ikinciyə bunu seçirəm. İndi isə mən sakitcə dayanıram və sizə seçməyiniz üçün vaxt verirəm. Başladıq. Ümid edirəm ki, seçdiniz artıq hər şeyi. Birinci dəstədən başlayaq. Birinci dəstəyə niyyət edənlər, hər birinizə mən də niyyət edirəm. Birinci dəstəyə niyyət edənlərin hamısının arzusunu, niyyətini hiss etməyi seçirəm mən də burada. Hiss edirəm və baxaq görək məqsədinizə çatacaqsınızmı? Hədəfiniz, məqsədiniz, niyyətiniz reallaşacaqmı? Bunu biraz belə qoyum, siz rahat şəkildə görə biləsiniz. Başlayaq. Bu dəstəni seçənlər öz niyyətlərinə çatacaqmı? Bu niyyətiniz sizin üçün o qədər də asan deyil. Bu niyyətiniz üçün nələr, sanki bu niyyətinizə çatmamaq üçün sizi qorxudan insanlar və ya durumlar var. Necə dəqiqə pəncərəni bağlayım, çox səs-küydür. Yəni, məsələn, bir şey istəyirsiniz, amma bilirsiniz ki, tutaq ki, bunu bacarmasaz, kimsə sevinəcək, qorxursunuz eyni zamanda və yaxud da həmin bu yolda qarşınıza çıxacaq maneələrdən qorxursunuz. Sanki biriləri var, realdır və yaxud da bəlkə də qorxudur, amma bir şeylər var ki, siz davamlı narahatsınız ki, mən bunu edə bilərəmmi? Bu durumdan ya da qurtulmaq üçün edirsiniz bunu. Bu hədəfinizlə bağlı, bu arzunuzla bağlı. Ümumiyyətlə ilk növbədə keçmişdən azad olmalısınız. Baxın, ola bilər ki, sizin bir hədəfiniz var. Amma siz bu hədəfə bilirsiniz necə gedirsiniz? Yaralı bir şəkildə. Yəni, düşünün, müharibəyə girirsiniz, hər hansı bir və yarışa girirsiniz. Amma qolunuz zədəlidir, ayağınız zədəlidir. Deyirsiniz ki, mən qaçış yarışına gedəcəm. Burada deyir ki, sənin keçmişlə bağlı yaşadığın hadisələrdən güvəninmi, qəlbinmi, ruhunmu incinib və yorulub. Və sən hal-hazırda bu formada deyir, öz məqsədinə doğru yaxınlaşırsan, daha doğrusu məqsədinə çatmaq istəyirsən. Amma ilk növbədə sən bir oyanış yaşamalısan, məhkəmə kartı. İlk növbədə sən nə istədiyini və keçmişlə bağlı olan bütün məsələlərlə son dəfə üzləşməli. Bu məsələlərlə üzləşərək öz yolunu təyin etməlisən. Bəlkə kimsə burada ayrılmağı seçib. Məhkəmə kartı ilə çünki gəlib. Burada deyir ki, əgər sən yolunu dəyişmək istəyirsənsə, əgər yolunu sən tamamilə fərqli bir həyat yoluna keçiş eləmək istəyirsənsə, ilk növbədə keçmişdə bu andan öncə də
Nə vaxt ki sən nə isə dəyişmək istəmirsən, həmin vaxtda olan uğursuzluqlarının təsirindən çıxmalısan. Yəni sən nə vaxt ki nəsə eləmək istəmirsən, başına nəsə gəlib, nəsə problem olub, bunların təsirləri sənin üstündə çoxdur. Daha sonra və burada deyir ki, artıq ay kartı, bu durum sənin üçün bəlirsizdir və para dörtlüsü, qorxursan. Sənin üçün bəlkə də bu arzuna çatmaq rahatlamaqdır. Bəlkə də sənin üçün bu arzuna çatmaq rahat və dərindən nəfəs alıb bitdi, qurtuldum deməkdir. Bəlkə də bu arzuna çatmaq sənin üçün yeni bir həyata başlamaqdır. Amma eyni zamanda sən yeni başlanğıcların özündən də qorxursan. Sən sərbəst olmaqdan da qorxursan. Yəni sənin fərqində deyilsən, amma bir tərəfin sərbəstlik istəyərkən, mən özümü belə rahat hiss edirəm. Bir tərəfdən də sərbəst olmaqdan qorxur. Nələrdirsə çünki itirə bilər. Sərbəst olsa indi sahib olduqlarını itirə bilər, özünü itirə bilər, öz həyatının o gedişatını itirə bilər. Sanki bu arzunuza çatmağa da sizə mane olan yeganə şey qorxularınız, itirmək qorxusunuz, uduzmaq qorxunuz, incinmək qorxunuz. Çünki buradakı bu dəstəni seçənlərin ümumiyyətlə mənə elə gəlir ki, hal-hazırda biraz duyğusal anlamdan çox yorğundular. Duyğusal anlamdan çox qırılmış bir enerjidədirlər. Və siz hər dəfəsində yeni bir şans özünüzə versəniz belə ki, mən nəsə bu arzuma çatmaq üçün bir addım atıram. Amma qəlbinizdəki o hansı hissə ki, inanmır, ümidsüzdür və həmin o ümidsiz olan tərəfiniz oradan baş qaldırır ki, əvvəl də alınmamışdı. Mən istədiklərim onsuz da alınmır. Onsuz da mən yenə incinə bilərəm, yenə üzülə bilərəm. Onsuz da bu mənim taleyimdir, qismətimdir. Yəni bu arzunuz hər nədirsə, bununla bağlı olduqca qorxu və narahatlıq daşıyırsınız. Amma əgər siz bu arzunuzu reallaşdırmaq üçün büyücünün kartında nə deyir? Sizin əlinizdə bunu reallaşdıracaq güc də var, potensial da var. Yəni baxın, mən demirəm ki, sizdə bu güc yoxdur, boşuna getməyin bu dəyişikliyə, bu hədəfə. Deyirəm ki, sizdə bunu edəcək güc də var, hədəf də var, nəyisə də çox gözəl bacarırsınız. Ümumiyyətlə, çox şeyləri bacaran bir ruha sahibsiniz. Bu belə deyək də, istedadlı göstərən, gücü göstərən, sonsuz gücü göstərən bir kartdır. Sonra başında da görürsünüz, papağında da bir sonsuzluq işarəsi var. Sonsuz bir gücə sahibsiniz. Əgər sonsuz gücünüzü siz sonsuz gücünüzü ələ alsanız, o zaman sizi gözləyən şey o olacaq ki, özümü seçirəm. Öz arzularımı reallaşdırmağı seçirəm, özümdən xoşbəxt olmağı seçirəm, özümə ev almağı seçirəm, özüm üçün rahatlamağı seçirəm, özüm üçün daha belə deyək də, başqaları üçün yox, sırf özüm üçün yaşamağı seçirəm. Bunu deyəcəksiniz və bu zaman sizin məsələlərinizin netləşmə olacaq və burada ola bilər ki, bu məsələ arzunuzla bir bəylə bağlıdır və yaxud da bir işlə bağlıdır. Digər bir, yeni bir sizin üçün yol açılacaq. Hansı ki, həmin yol sizin üçün daha sistemli, daha uğurlu, daha belə deyək, xeyirli olacaq. Amma ilk növbədə nədir? Büyücünün enerjisini qəbul eləmək ki, mən bacararam, mən edərəm və özünüzü seçmək. Yəni ki, sizdən daha vacib heç nə yoxdur. Yəni, itirmə bahasına olursa olsun, incinmək ehtimalı zaten yoxdur əslində, bu sizin qorxunuzdur, amma hal-hazırda var deyə deyirəm. İncinmək bahasına olursa da özümün, öz istəyimin arxasıca gedəcəm deyə bilməkdir. Burada sizə verilən əsas mesaj. Yaxşı. Bu arzunuzu reallaşdıra biləcəksinizmi tam olaraq? Bu arzunuzu reallaşdıra biləcəksinizmi tam olaraq? Bu arzunuzu reallaşdıra biləcəksinizmi tam olaraq? Baxın nə deyir? Bu arzunuzu reallaşdırmaq üçün sizin kifayət qədər imkanlarınız və şanslarınız olacaq. Bu şansı həyatınıza çəkmək üçün, bunu eləmək üçün kainat da sizə yol göstərəcək. Maddiyyat da gələcək, yol da göstəriləcək, əlinizə imkan da düşəcək, təklif də gələcək, hər nədirsə niyyətiniz, həmin bununla bağlı. Amma sanki bir seçim qarşısında qalmaq, bir qərar verməli olacaqsınız. Ya da qərarını verəcəksiniz. Ola bilər ki, bu durum sizin həyatınızda, bu qərar, yəni bu arzunuzu reallaşdırmaq, hansısa insanlarla və hansısa münasibətlərdə
bitişləri gətirəcək özü ilə birlikdə. Bu arzunuzu reallaşdırmayasınız deyə sizə yalanlar danışıla bilər. Və ola bilər zamanla siz belə deyək də geri çəkilib addım atım. Sanki çox düşünə bilərsiniz. Çox özünüzü oyalaya bilərsiniz. Sanki münasibətlərlə bağlı qərar verə bilmirəm. Məsələn, buna getsəm bu necə olacaq? Buna getsəm bu birisi necə olacaq? Mən biraz fikirləşirəm deyib geri çəkilə bilərsiniz. Davamlı bir düşüncələr içərisində ola bilərsiniz və nəyi seçməliyəm? Özümü, yoxsa sevdiklərimi, ailəmi? Bu hər nə mövzudursa ümumiyyətlə bunu seçmək sizin ətrafınıza da təsir göstərəcək. Yəni sizin ailə həyatınıza təsir göstərəcək. Amma yenə deyirəm, bunun alınmaması üçün də sizi aldadıb yolunuzdan eləməyə çalışan, bu məsələnin alınmaması üçün çalışanlar var. Amma əgər bu məsələni siz düşünmədən reallaşdırmağı seçsəniz, bunu karta sual verəcəm. Əngəlləri aşıb seçsəniz nə olacaq? Bunu reallaşdıra biləcəksinizmi? Baxaq. Günəş kartı. Dəyənək yedilisi. Aha, bəli. Əgər siz öz özəl alanınızı, yəni sizə aid olan özəl bölgənizi qorumağı bacarsanız, əgər özünüzü müdafiə etməyi bacarsanız ki, kimsə sizin enerji alanınıza daxil olmasın, bunun üzərində əmək sərf eləyəcəksiniz. Burada sizi tədbirlər, belə bir təriflər, parlamaq, işıldamaq və tanıma enerjisi gözləyir. Amma bunu reallaşdırmaq üçün, reallaşdıra bilmək üçün ilk növbədə itirmə qorxusunu, özümü necə apararam, bu arzum reallaşar, necə özümü hiss eləyərəm, bu qorxunu, yenidən pis olsa nə baş verər bu qorxunu, aldatılmaq və ən çox da yenə deyirəm, nəyinsə bitiş qorxusunun öhdəsindən gəlmək lazımdır. Əgər siz bunun öhdəsindən gələ bilsəz, bu arzunuz tam da necə istəyirsinizsə elə olacaq. Yəni sizin üçün necə olsa deyərsiniz ki, mənim arzum reallaşdı, o şəkildə olacaq. Barışmaq istəyirsinizsə, bəli, barışacaqsınız. Amma tutaq ki, bir ailəniz var, məsəl üçün deyirəm. Amma ilk növbədə siz artıq özünüzü inandırmağı, özünüzü aldatmağı, başqalarının sözü ilə aldanmağı, eyni zamanda geri çəkilməyi deyil, addım atmağı və əmək verməyi seçəcəksiniz. Yox, ayrılmaq istəyirsinizsə, o zaman yenə də qarşı tərəfin sizi manipulyasiya eləməsini deyil də, daha çox mən öz enerji alanımı qoruyuram, bura mənim sahəmdir. Burada mən öz istədiyim kimi özlərimdə işləyirəm və burada mənə heç kəs mane ola bilməz. Mənim bir hədəfim var, məqsədim var. Sən gedə bilərsən, enerjisini aktivləşdirməlisiniz. Gözlədiyiniz şey bir işdirsə, ilk növbədə yenə qorxularınızın öhdəsindən gəlməlisiniz. Yəni burada, bu dəstədəki əsas məsələ bilirsiniz nədir? Seçim var burada və qərar sizdən asılıdır. Yəni bunu reallaşdırmaq hal-hazırda sizin üçün hazır bir taley yoxdur. Yəni ki, mən deyim, 100% alınacaq. Əgər siz dediyim nüansları nəzərə alsanız, 100% alınacaq. Yox, əgər siz qorxunu seçsəz, narahatlığı seçsəz, gərginliyi seçsəz, alınmayacaq demirəm. Amma baxın burada necədir? Qılınc dörtlüsündə qız yatır və burada dayanır. Pəncərədən baxır, gözləyir. Burada da uzanıb quş yuvasının içində. Yəni gözləyir. Həyat gedir, pəncərədən baxır, çölə görür, dünyada hər şey dəyişir, amma o gözləyir. Hələ gözləyir. Arzularına, hədəflərinə həsrətlə baxır. Yəni belə bir formada. Yəni burada əslində hər şey sizdən asılıdır. Bu sizi həm də böyük bir dəyişimə aparacaq bir hadisə olacaq. Yəni sizin üçün transformasiyada eyni zamanda. Çünki məhkəmə kartı hər zaman özündən sonra transformasiyalar gətirir. Gəlirəm ikinci dəstəyə. İkinci dəstəni niyyət edənlər, istəyirəm arzunuzu səsli şəkildə deyəsiniz ki, mən bu arzumu reallaşdıra biləcəmmi? Bu hədəfimə çatacaqmı? Və mən indi başlayıram kartları qarışdırmağa. Hədəflərinizi burada cəmləyirəm. Hədəflərinizi, məqsədlərinizi, enerjilərinizi. Başlayaq. Aha, bu mövzu sizin üçün hal-hazırda qeyri-müəyyəndir.
bu mövzu ilə bağlı bax belədir, belə olar, görəsən. Bax çoxlu belə şeylər var. Ay kartıdır. Bəlirsizlikdir, qorxudur, narahatlıqdır, şübhəçilikdir. Sanki hər zaman belə bir görəsən necə olacaq. Amma və bu bəlirsizlik sizi gözləməyə məcbur edir. Məsələn, bir şeylər eləyə bilərsiniz hal-hazırda. Bu arzunuza çatmaq üçün bir şeylər eləyə bilərsiniz, bir şeylər addım ata bilər. Və yaxud da bu arzunuza çatmaq üçün çox gözləmisiniz eyni zamanda. Bəlirsizlik olub və siz eləcə gözləmisiniz, havada qalıb, askıda qalıb gözləmisiniz. Gözləməyinizin səbəbi də nə idi? Hara gedəcəyinizi bilməmək, məqsədinizin olmamağı, tam olaraq net hədəfinizin olmamağı və eyni zamanda beyninizdə ssenarilər qurmaq buydu. Və siz bunu dayandırdınız, tez-tez özünüzü əngəllədiniz. Amma bu arzunuzun yerinə yetməsi tamına deyim ki, sizin üçün bir an məsələsidir. Xüsusi arzunuz işlə bağlıdırsa, arzunuz maddiyatla bağlıdırsa, öz işimi quraramı, öz işimin sahibi olaramı, bu işimi qursam ailəmdə də hər şey qaydasında olarmı, evlənərəm və eyni zamanda işimi də qura bilərəmmi dediyimiz zamanda kartlar deyir, bəli. Bu sənin üçün böyük bir oyanış olacaq, bu sənin üçün böyük bir dəyişim olacaq, bu sənin üçün bütün həyatda ətrafındakı insanlardan, səni əhatə edən insanlardan, hansılar ki, onlar sənə xidmət eləmir, onlardan da qopuşun olacaq eyni zamanda, həyatınla bağlı, qorxularınla bağlı üzləşmələrin olacaq və maddi olaraq hər şey sənə doğru gəlir. Və haqqın olan pulu almaqdırsa, bəlkə işini qurmaq üçün pula ehtiyacın var, bəlkə bu işə qursam pul gələrmi düşüncəsindəsən, bəlkə hal-hazırdakı işindən ayrılmaq istəyirsən və yaxud da işə düzəlmək istəyirsən, hər nədirsə, kartlar deyir ki, sənə olan cavabım bəlidir. Və burada deyir ki, bu məsələ bir evliliklə, düyünlə, toyla, bir şeyləri qeyd etməklə, bəlkə də parlamaqla, bəlkə də populyarlaşmaqla bağlıdırsa, çoxdandır bu məsələ ilə bağlı gözləmədəsənsə, yaxın bir zamanda burada sənin parlamağın var, burada sənin işıldamağın var. Ümumiyyətlə, bu dəstəni seçən xanımlar, xüsusilə deyirəm ki, xanımlar nə üçün? Yaxın bir zamanda subaysizsə evlənə bilərsiniz. Evlisizsə də işinizi qura bilərsiniz və ətrafda siz necə görsənəcəksiniz? Parıldayan bir ulduz kimi. Sanki ailədə parlaq bir ulduz sizsiz kimi. Bu arzunuzu reallaşdırandan sonra belə bir şey olacaq. Və hədəflərinizi tap belə rahat şəkildə reallaşdıracaqsınız. Və eyni zamanda deyəcəksiniz ki, Allah mənə dəstək olurmu? Görəcəksiniz ki, maddi mənəvi olaraq Allah da sizin yanınızdadır. Sanki bir hardansa bir kömək gəlir davamlı burada. Və bu sizi olduqca motivə eləyəcək bir şey olacaq. Burada isə şeytan və məhkəmə deyir ki, amma ilk öncə bağımlılıqlarından qurtulmalısan. Bağımlılıqlarınız nə ola bilər? Məsələn, tutaq ki, iş qurmaq istəyirsiniz. İş qurmaq üçün sizə lazımdır biraz daha disiplinli olmaq. Məsəl üçün deyirəm. Və yaxud da lazımdır biraz daha sistemli olub nə isə yazmaq. Yəni hər şey yazmaq, məsəl üçün deyirəm. Və yaxud da çox yatırsınız, ya da çox telefonla oynayırsınız və fərqi yoxdur. Yəni fərqində olmadan sizin hal-hazırda bu yolda enerjinizi tükədən, baxın burada şeytan var. Şeytan nədir? Şeytan hər zaman bu işdə, bu mövzuda davamlı sizin əlinizi, qolunuzu bağlayan bir şeytan var. Əvvəldə də bunu yaşamışsınız zaten. Yəni əvvəllərdə də siz bu mövzu ilə bağlı arzunuzu reallaşdırdığınız anda anidən qopuşlar yaşamışsınız. Sanki hiss eləmişsiniz ki, hər şey qəşəng gedir də birdən nəsə baş verdi. Çünki bir bağımlılığınız var və həmin bağımlılığınız imkan vermir sizə tam axıra qədər bunu aparasınız. Bununla üzləşəcəksiniz və bunu anlayacaqsınız bu dəfə. Başqa? Aha, nə deməkdir? Nə demək istəyir burada? Deyir ki, sənin yolun, bu mövzu ilə bağlı olan yolun, bu mövzu ilə bağlı açılacaq yolun, mən qəlbim qırıldı, üzüldüm, getdim, küstüm, bu olmamalıdır. Mübarizəli olmağı öyrənməlisən, savaşmağı öyrənməlisən. Bu mövzu sənə savaşmağı öyrətmək üçün yaşanır. Mübarizə aparmağı öyrən, savaşmağı öyrən.
net ol. Qərarsızlıqlarını netləşdir ümumiyyətlə. Burada aşiqlər bizə seçimləri göstərir. Baxın, burada da bir tılsım kimisi var. Eyni anda iki şey idarə eləmə. Eyni anda iki insanın yükünü götürmə. Özündən başqa insanların məsuliyyətlərini üzərinə alma. Sənə aid olmayan ağırlıqlar, baxın, məsuliyyət və ağırlıqları götürmə. Çox insanın enerjisi var. Çox insanın özünlə bərabər sanki kimlərsə də daşıyırsan, daşıma heç kəsi. Bəlkə kimisə də inkişaf elətdirməyə çalışırsan, kimisə nəsə izah eləməyə çalışırsan. Enerjini sanki xərcləyirsən kiməsə də. İlk növbədə deyir ki, sənə aid olmayan bir fazlalıqlardan, sorumluluqlardan, sənə aid olmayan məsuliyyətləri bir at. Bunu atarkən bədəninə qorxular düşəcək, birdən atsam nə olar, atılaram, rədd edilərəm, istənmərəm, sevilmərəm, bunları bir keç. Bunları keçəndən sonra sənin bütün energiyan özündə qalacaq, enerji depon özündə qalacaq. Və bu zaman deyir, Tanrının sənə bir yolu var, Tanrının sənə sanki bir fikir verəcək sənə bir ideya verəcək. Sənə bir belə deyək də, bir cığıra salacaq Tanrı səni, özü. Yaradana yaxınlaşacaqsan və Yaradan özü səni doğru olan nədirsə ona yönəldəcək. Bəs bu şeytanla bağlı, bu bağımlılıqlarla bağlı, bununla bağlı mənə nə deyə bilərsən? Bu bağımlılıqlarla bağlı nə deyə bilərsən? Baxın, yaradıcı tərəfiniz çox gözəldir. Zaten ağlınıza gələn hər şeydən pul qazanmaq imkanınız çox qəşəngdir. Yəni bir şey ağlınıza gəldi, bir şey elədiniz, ideya irəli sürdünüz, ondan pul qazanmaq sizin üçün çox qəşəngdir. Sadəcə sizin probleminiz nədir? Qərarsızlıq, ikiləmə düşmək, pis bir şey olan kimi içinə qapanmaq, dayanmaq və belə deyək də, məsələn, iş qurursunuz da, bir misal üzərindən deyəcəm. Tutaq ki, işə düzəldiniz, hər hansı bir ətrafınızda kimsə sizə aldatdı, yalan danışdı və yaxud da ki, birdən-birə işləriniz düz getmədi. Həmən an pes edirsiniz. Halbuki pes eləməsəz, bu yol sizi böyük bir maddiyyata aparacaq. Bu məsələ deyir ki, sənə öyrətmək istədiyim odur ki, sən əgər bu leveldən keçsən, hansı ki, gəlirsən və orada dayanırsan, sənin üçün hər şey daha başqa olacaq. Və belə də bir sual verəcəm. Əgər bu bağımlılıqdan qurtulsaz və desəz ki, bəli, mən bütün mübarizələri keçə bilərəm, savaşa bilərəm, bu zaman nə baş verəcək? Dəngə gələcək həyatınıza. Ruhsal olaraq da dərinləşəcəksiniz. Xarici ölkələr, gedişlər, səyahətlər, həyatınıza yeni hədəflər, məqsədlər gələcək həyatınıza və spiritual olaraq daha bir iç səsiniz yüksələcək, 6-cı hissiniz güclənəcək və daha dərin və daha bilgə bir qadın olacaqsınız hər kəsin gözündə. İnsanlar deyir, ayda o necə dərindir, o necə belə savadlıdır, o necə ağıllıdır. Belə bir qadına çevriləcəksiniz. Yəni bu mövzuda etməli olduğunuz tək şey qarşınıza çıxacaq olan maneələrdə, problemlərdə pes etməməkdir. Çünki sizin pes etməniz, orada bir şeytan dayanıb və siz hər dəfə o şeytanı görən kimi yolunuzdan qayıdırsınız. Bu şeytan nədir? Sizin qorxularınızdır. Sadəcə bunu istəyir sizdən Tanrı. Həqiqətən bu şey istəyirsənsə, mübarizə apar, mən səni düzgün yol aparacağam. Amma tək vaz keçmə. Yəni, çətin olandan o saat vaz keçmə, axıra qədər get. Belə. İkinci dəstədə cavabımız bəlidir. Üçüncü dəstə. Öz arzunuzu deyirsiniz, öz niyyətinizi deyirsiniz və başlayaq. Siz öz istəyinizə, məqsədinizə çatacaqsınızmı? Hədəfinizi reallaşdıra biləcəksinizmi? Öz hədəfinizə çatmaq üçün sizə nə lazımdır? Bu hədəfinizi reallaşdıra biləcəksinizmi? Başlayaq. Hər birinizi niyyət edirəm. Aha. Bu məqsədlə bağlı əslində deyir ki, sən düzgün bir şəkildə gücünü ələ alaraq
Sənin ideyaların var, sənin fikrin var, ya da bu arzunu reallaşdırmaq üçün sənə nə lazımdır? Bunları bilərək, hətta riskalara bir yola başlamısan. Amma bu yolda elədiklərin bəs eləmir. Daha artığı olsun, səbirsizlik göstərmirsən. Və bəzən hətta bir şeylər də əldə eləmirsən. Hətta bir şeylər, burada dəyənək altısı, bir şeylər də əldə eləmirsən. Amma bir şeyləri əldə eləyəndən sonra dayanmısan. Bir şeyləri əldə eləyəndən sonra dayanmısan ki, sanki indi heç nə eləmirsən. Və bir şeylər, bir addım atmısan, onun sevincini dadmısan. Bu mövzu ola bilər, başqa bir arzu ola bilər. Yəni sən savaşdığın şeyin, sən üstünə getdiyin şeyin, istədiyin şeyin sevincini dadmısan hər zaman. Yəni boşuna olmuyubdur. Bu dəyənək dörtlüsü var. Sən istədiyin bir şeydə bir nəyisə reallaşdığında tez də sənə belə şey gəlir. Halal olsun sənə, bacardın, bu duyğunu da sən eşitmisən, bu səsi də eşitmisən insanlar tərəfindən. Amma hal-hazırda sən elə bil ki, dayanmırsan və pauzadasan. Heç nə eləmirsən. Daxilinə qapanmısan, özünü nə dəsə günahlandırırsan, hər şey askıda saxlamısan, qapını içəridən bağlayıb içəridə oturmuşsan və sanki o qapalı yerdə olmaq necə bir şey, sərhədlər qoyub girib içəridə bir okeanda yaşamaq varkən, məsələn, balaca bir vedrənin içərisində yaşamaq kimi düşünün də bunu məsələn. Sanki belə bir özünüzə bir balıq olsanız, bax özünüzə belə bir kısıtlamalar gətirmişsiniz həyatınıza və hal-hazırda bir zamanlar, daha doğrusu əldə elədiyiniz şeylərdən bağlı bir qopuqluq yaşayırsınız. Bir şeylər əldə eləmişsiniz, çatmışsınız şeyə, amma indi qopuqluq yaşayırsınız bu mövzuda bağlı. Yaxşı, başqa bu niyyəti ilə bağlı, başqa nə deyə bilərsən? Aha. Deyir ki, hər şey nə vaxt reallaşacaq sənin üçün? Təzədən əvvəlki əzmini özünə qaytaranda. Əgər istədiyin şey maddi və rahatlıqla bağlıdırsa, maddiyyatla və rahatlıqla bağlıdırsa, öz evinə köçmək ola bilər, öz evini qurmaq ola bilər, öz iş yerini açmaq ola bilər, evdə iş yeri açmaq ola bilər və yaxud da özümə ev alıb həyatımı dəyişmək ola bilər, mirasdan mənə bir şey qalacaqmı ola bilər. Bu mövzularla bağlı bəli deyir kartlar sənə. Bəli, haqqın olanı alacaqsan. İlahi ədalət sənin yanındadır. Bir dəyişim istəyirsənsə, bir şeyləri geridə qoyacaqsan. Bir ev və bir məkan, bir iş yeri, maddiyyatla bağlı bir şeylər düşünmürsənsə, bunu da alacaqsan. Yetər ki, kupa dörtlüsündən çıxasan. Yəni məmnuniyyətsiz moddan çıxasan. Xüsusilə ya 4 aydır, ya 4-cü aydandır, ya da dörtlü bir zamandır. Bəlkə də 4 gündür, 4 həftədir. Siz bu enerjidəsiniz. Heç nə eləmirsiniz. Yəni dua eləyirsiniz bəlkə də, amma dua eləyirsiniz, duanız eşidilir, amma siz o eşidildi tutaq ki, siz durub nəsə hərəkət eləmirsiniz. Əlinizdə gələcək olan şanslar və fürsətlər olacaq. Bu durumu düzəltmək üçün, qaydasına qoymaq üçün maddi və mənəvi dəstəklər alacaqsınız. Bu mövzu ilə bağlı talih, şans birdən-birə sizin üçün dönəcək. Yeni insanlar, yeni tanışlıqlar, yeni fikirlər, yeni ideyalar sizinlə olacaq. Eyni zamanda bəzi sizdən daha yaşca böyük və bu məsələ ilə bağlı daha sizə kömək edəcək insanlarla tanış ola bilərsiniz və artıq itirən modunuzdan çıxmaq lazımdır. Yəni itirən mənəm, əlimdən gedir mənim. Bu moddan artıq çıxmalısınız. Son olaraq bu niyyətinizlə bağlı kartlar nə deyir? Bu bir fürsətdir, yeni bir fürsətdir. Bunu deyir, sən sadəcə durmalısan və tutmalısan və hərəkətə keçməlisən. Sən isə hal-hazırda heç nə eləmirsən. Hərəkətə keçdiyin an bu məsələ sənindir deyir. Bir şey etdiyin anda bu məsələ sənindir. Yəni itirdiklərinəmi, üzüntülərinəmi, bunlara odaqlanmaq, yəni sırf bu məsələ ilə bağlı, amma bu məsələ ilə bağlı kılıçlar deyir. Zehinsel strateji planlar qurmaq, hədəflər qurmaq, hədəflərə çatmaq üçün savaşla getmək. Yəni biri var ki, yumuşaq, biri var yox. Mən bunu əldə eləyəcəm. Mən bunu alacağam. Mən buna sahib olacağam enerjisi ilə. Başlasaz, bəli, bu məsələ, bu arzu, bu niyyət sizindir. Bu qalıb sizin özünüzün hərəkət eləməyinizə. Özünüzə yaxşı baxın, fikirlərinizi yazmağı unutmayın, rey yazmağı unutmayın və mütləq digər hansı ki daha
canlı olan, səmimi olan videolarımız var. Onlara da mütləq şəkildə şərhlərinizi və fikirlərinizi yazın. Bu mənim üçün çox önəmlidir. Özünüzə yaxşı baxın.